Salam, mən Məmmədzadə Əli, ITBS Akademiyada Java Backend üzrə təlimçiyəm. Bugünkü mövzumuz Java'nın ilkin addımları olan operatorlar, data typeları və print əmrləri haqqında olacaq. Ümumiyyətlə, ən birinci biz bu application istifadə edəndə, Java istifadə edəndə hər hansı bir datanın düzgünlüyü yoxlamaq və ya gedən prosesi bir monitoring edib izləmək üçün konsola müəyyən datalar çıxarmağa çap etməliyik. Bunun üçün isə sistem out println əmrindən istifadə edirik və bu mötərizənin içərisinə hər hansı bir data yaza bilirik. Bu text şəklində də ola bilər, rəqəm şəklində də ola bilər. Mən 12 də yazıb run etdiyim təqdirdə bura 12 düşür. Text yazmaq istəsəm isə sadəcə olaraq dırnağın içərisinə alıb hello world yazaram. Hansı ki hello world bütün proqramçı dillərini öyrənmək üçün lazım olan ilkin əmrdir. Hansı ki əmr deyil, sadəcə olaraq ilkin öyrənəndə bunu ekrana çıxardırıq. Tamam, gördüyünüz kimi hello world ekrana gəldi. Bu sistem out println içərisində bu hello world-u text şəklində əl ilə yazdıq və ya hər hansı bir datanı dediyim kimi rəqəmi də ədədi yaza bilirik. Sadəcə olaraq bildiyiniz kimi application özü 99% hallarda applicationda daha çox datalar saxlanılır və bu datalar dinamik olur. Yəni application hər hansı bir application, bu telefon application ola bilər, web application ola bilər, mobilda da hər hansı bir application ola bilər. Siz hər hansı bir proqrama login olduqda orada sizin username və passwordunuzu yazırsınız və ya hər hansı bir paylaşım edirsiniz və ya hər hansı bir digər proqramdan istifadə edirsiniz. Bu halda sizin datalarınız statik olaraq əl ilə daxil edilmiş datalar deyil. Yəni kodun içərisində sizin datalarınız olmur. Kodun içərisində sizin həmin datalarınız variable şəklində istifadə olunur. Niyə? Çünki data dediyim kimi bir proses yazılır və o prosesi 100.000 istifadəçi, 1 milyon istifadəçi də istifadə edə bilir. Və həmin prosesdə bizə həmin dəyərləri saxlayacaq bir qab lazımdır. Bu qabı da bizə variable'lar verir. Tamam. Və variable ümumi tərcüməsi dəyişən deməkdir və adından da gördüyümüz kimi bu variable-a hər hansı bir data set olunur, yəni mənimsədilir və həmin data sonra application boyunca dəyişilə bilir. Yəni hal-hazırda mən bu hello world-u buradan çıxardıb variable-ı mənimsədə bilirəm və sonra da həmin variable-ı burada istifadə edə bilirəm. İndi variable-lara sadəcə olaraq istifadə etməmişdən qabaq variable-ların data tipini anlamalıyıq. Yəni variable-lar hansı tipdə olur? Ümumiyyətlə, adi həyatda da göründüyü kimi, real həyatda da biz datamız nə tip ola bilir? Mənim adım, soyadım, e-mailim, passwordum ola bilir. Bunlar text formatındadır. Və ya yaşım ola bilir, 15, 25, 35 məsələn. Bu da tam ədəd şəklindədir. Heç kim mənim 25.5 yaşım var demir, 25 yaşım var deyir. Və ya tam ədədi olmayan kəsr ədədli dəyərlər ola bilər. Məsələn, mənim balansım 45 man 50 qəpik balansım var məsələn. Bu halda da artıq tam ədəd deyil də kəsrli ədədlər nəzərdə tutulur. Və ya bizim məntiqi operatorda istifadə edəcəyimiz true-false anlayışları var. Hansı ki, bu baş verib, yoxsa yox. Yəni, true'dumu, false-dumu, düzdürmü, səhvdimi? Bu da hansı case'lərdir? Bu, şərtlərlə yoxlama case'ləridir. Məsələn, mən 10 manat ödəniş eləmək istəyirəm, mənim balansımda 10 manat varmı? 10 manatdan çox pulum varsa, bu mənim üçün true halı, yəni var. True halı. Yox, əgər yoxdursa, bu mənim üçün false halıdır. Bunu da mən şərtdə istifadə edib, true olduğu təqdirdə 10 manatı ödənişi eləmək, false olduğu təqdirdə, məsələn, get balansını artır deyə bir validasiya çıxartmaq kimi bir yerlərdə istifadə edə bilirik. Bunlar hamısı primitiv data tiplərinin, dəyişənlərin tipləridir. Dəyişənlərin bir növü sinifləridir. Bu siniflərdən text hissəsi artıq, textlər olur string. String və bu string non-primitiv data tipidir, yəni primitiv olmayan data tipidir. Mən indi həmin dəyişən yaratmaq üçün birinci dəyişənin tipi yazılır, string, dəyişənin adı yazılır, istənilən ad yaza bilərik, bura salam da yaza bilərik, fərq eləməz. Mən gəlib bura text yazıram və bərabər işarəsi qoyulur. Bərabər işarəsi mənimsətmə operatorudur, assignment operatoru. Bu bərabərliklə sağda yazılan bütün dəyərlər gəlib bir növün bu qabın içərisinə, text variable-ın içərisinə daxil olur. Mən gəlib bura dırnaq içərisində, çünki dedik ki, textlər dırnaq içində olur. Hello world yaza bilirəm və sonunda nöqtə verici qoymalıyım. Bu artıq Java'da sintaksisidir. Və mən bu texti artıq bura yazdığım hello world-u silə bilərəm və texti birbaşa ata bilərəm bura. Bu halda yenidən run etsəm, yenə mənə hello world gəldi bura. İndi bu mənim dəyişənim. İndi keçək digər dəyişən tiplərinə. Məsələn, bu mənim textim.
Bunu atdıq kənara və bura gəlib, məsələn, istənilən hər hansı bir şey yaza bilərəm. Tekstin içərisində belə bir xəttlər atıram ki, başa düşək ki, bu hissə bura aiddir. Bundan sonraki hissə isə indi yeni yazacağıma aiddir. Bu bir data tipim, string, non-primitive data tipə aid olan string dəyişən tipim. İndi keçək primitiv data tiplərindən. Primitiv data tiplərindən, məsələn, int-dən danışa bilərik. Int özündə müəyyən tam ədədlər saxlayan bir data tipidir. Yenə bura int yazıram və intin dəyəri, məsələn, age yazıram, variable'ın adı, daha doğrusu, variable'ın dəyərini yaza bilərəm. Bura yazıram 30, məsələn. Və yenidən bunu ekrana vermək istəsəm, age yazıram və run edirəm. Bura gəldi 30. İndi mən bura text olduğuna görə əslində bu age sistem printline içərisinə girəndə bu ekrana gedir və mən bu iki inti və stringi toplaya bilərəm. Necə toplaya bilərəm? 30 ilə hello world üst-üstə gələ bilməyəcəyinə görə bu 30 özünü string kimi aparır. Stringdən topladığına görə. Yəni mən bura gəlib text plus age yaza bilərəm. Bu halda hello world 30 gəldi. Yəni bu da o deməkdir ki, mən bura text yaza bilirəmsə, mənim yaşım yazıb 2 nöqtə qoysam və age üzərinə gəlsəm, bu da toplama operatoru dediyim kimi, adi riyaziyyatında bildiyimiz toplama. Sadəcə burada bəzi məntiqi fərqlidir. Yəni rəqəmlər olduğu halda eyni məntiqdir, amma text olduğuna görə dediyim kimi texti rəqəmlə, ədədlə cəmləyə bilməyəcəyimizə görə hər biri özünü text kimi aparır və mənim yaşım 30 ekrana gəldi artıq. Bu digər bir data tipi və bunu yenidən bura atıram. Və sonra var long. Long da int kimi primitiv data tipi və number data tipidir. Yəni özündə tam ədədlər saxlayan bir data tipdir. Sadəcə olaraq yaddaş baxımından long daha böyük ədədlər özünü saxlayır. Nəinki int. Bura gəlib my number yaza bilərəm və bura yenidən müəyyən ədəd yazaram və bunu da yenə ekrana gəlib ekrana verə bilərəm. Bunlar bizim ümumi data tiplərimiz və data tipi bundan ibarət deyil. Yeni içərisində charlarımız var, booleanlərimiz var, byte'ımız var və s. Sadəcə olaraq hələlik bu hissəni kənara qoyaq və keçək bu dəyişənlər üzərində aritmetik, yəni riyazi əməliyyatlara. Mənim bir dəyişənim də var, int a məsələn. Int first number yazıram, bərabərdir məsələn 100. Və int second number bərabərdir 200 məsələn. Və mən bunları gəlib toplaya bilərəm. Burada gəlib int sum yazıram və first number üzərinə second number gəlirəm. Riyaziyyatında bildiyimiz kimi toplama işləmi yazılır və bura ekrana 300 gəlir. Fikir verdiyiniz kimi. Və ya çıxa bilərəm. Mənfi 100 gəldi. Çünki 100 çıx 200 mənfi 100'dür. Və ya vura bilərəm. Məsələn 20.000 elədir. Bölə bilərəm. Bölsəm artıq first number, second number da böyük olduğuna görə məntiq olaraq riyazi hesablama olanda 0.5 alınacaq. Çünki 100 200'ün yarısıdır. Sadəcə olaraq bu int tipi olduğuna görə nöqtəli ədədləri, onluq kəsilləri özündə saxlamır. Birbaşa tam ədəd saxlayır və sıfıra yuvarlaqlaşdırır və sıfır yazır. Yox, mən istəyirəmsə ki, bu artıq mənə kəsilləri versin, digər data tiplərindən istifadə etməliyəm. Bura yenidən bu nöqtələri atdım ki, bir-birinə qarışmasın. Gələ bilərəm, məsələn, float var bunun üçün. Float first yazıram, bərabərdir 15.5 və bura gəlib f yazmalıyam. Yenidən float tutaq ki, second olsun 20.5 məsələn. Və mən gəlib ekrana, birbaşa ekranda verə bilərəm. Bayaq burada cəmləyib müəyyən dəyişəni mənimsətdim və dəyişəni bura verdim. İndi isə birbaşa first böl second və ya second böl first eləyək ki, tam ədədimiz alınsın. Bir tam və dalıca bu ədədlər, yəni onluq kəsir ədədə alındı bizdə. Bu günləri biz Java'da variable'lar, primitiv və non-primitiv data tiplərindən danışdıq. Növbəti dərslərdə növbəti mövzularla görüşərik. Sağ olun.